izah eləyəcək gedəcəm. Siz aydın olmayan yerlərdə suallarınızı verin. Yenidən başqa cür izah eləməyə çalışaq. Deməli, birinci sualı yaza bilmək üçün kubun 2-3 dənə sadə düsturu var. Onları bilmək lazımdır. Bilir ki, kubun 6 üzü var. Deməli, 12 tili var. Hər üzü bərabər kvadratdır. Hər üzü kvadrat olduğundan bir üzünün sahəsi A kvadratıdır. Onu da bizə 10 veriblər. Fiqurun səthinin sahəsi demək, onun tam səthinin sahəsi başa düşülür. Kubun da 6 üzü var. 6-sı da bərabər kvadratdır. Ona görə tam səthinin sahəsi edir 6A kvadrat. Sualın cavabı olur 60. E variantı. Məsələn, ola bilər ki, burada hansısa izah elədiyimiz sualı hansısa uşaq dərsdə görməyib. Həmin o düsturu özündə qeyd eləsin, sualı qeyd eləsin, sonra baxsın o. Məncə, məsələn, bu kub mövzusunu işləməyən uşaq üçün bu elə də çətin olan bir anlayış deyil. Bunu yadda saxlamaq olar. İkinci sual. İkinci sualı buradakı bütün uşaqlardan işləmişik. Oturacaqları 4 və 16 olan bərabər yanlı trapesiya daxilinə çəkilmiş çevrə. 4 və 16. Demişik ki, əgər trapez 4 bucaqlının daxilinə çevrə çəkilməsi mümkündürsə, onun qarşı tərəflərinin cəmi bərabər olmalıdır. 4 ilə 16-nın cəmi 20-dir. Yanlarda onu. Aha, baxırıq. 20 olmalıdır cəmləri. Bərabər yanlı olduğuna görə hər birinə 10, 10 qalır. Şəkildən rahat görsənir ki, elə hündürlük diametrdir. Ona görə hündürlüyün yarısını tapıb radius tapa bilərsiniz. Deməli, bizə bu trapesiyanın hündürlüyü lazımdır. 2 dənə hündürlüyü çəkdik. 2 dənə hündürlüyü çəkəndən sonra bu fiqur hər zaman düz bucaqlı idi. Aşağı 16-dır. 4-ü burada qaldı deyə bu 2 dənə hissəyə 12 qalmalıdır. Bərabər yanlı trapesiya olduğuna görə hərəsinə 6, 6 qaldı. Pifaqor teoremindən h-ı tapdım 100 çıx 36-nın kökü 8. Hündürlük 8 olduğundan radius oldu 4. Doğru cavab E variantı. Sualda aydın olmayan nəsə var uşaqlar? Xeyr mi? Yaxşı. Davam edirik o zaman. Üçüncü sual. Üçüncü sualı biz burada bir-iki yoldaşla işləməmişik silsilə mövzusunu. Onu da yaxında əlavələrin birində silsilə mövzusunu sıfırdan keçəcəyik və N-ə 2 veririk də. bəli, AN n-inci hədd düsturu deməkdir. SN yox, SN ilk n həddən cəmidir. AN n-inci hədd deməkdir. Yəni A1 birinci hədd deməkdir. A3 üçüncü hədd deməkdir. A5 beşinci hədd deməkdir. İkinci hədd deyirsə n-ə 2 verdik. O zaman bizim ikinci hədd 4 vur 2 üstə 7 oldu 8, 7, 15 C variantı. Dördüncü sual. Dördüncü sual deməli paralelogramın sahəsi, sahə mövzusunda bütün yoldaşlarla biz işləmişik. Deməli bu hissələr bərabər bölünüb. Bu ştrixlənən hissənin sahəsi 12-dir. Buranın sahəsi soruşulur. Biz bilirdik ki, paralelogramda da, kvadratda da, düzbucaqlıda da, romda da diagonal fiquru 2 bərabər yerə bölür. Yəni, diagonal fiquru 2 bərabər yerə böldüyünə görə diagonal ilə sahəni də bərabər yerə bölür. Digər yandan bilirdik ki, üçbucağın medianı onun sahəsinin yarı bölür. Mediandırsa, bu sahələr bərabərdir. Fikir ver bu üçbucaqda. Bu üçbucaqda bu gələn xətt Median. parça daha doğrusu mediandır. O zaman bu sahə ilə bu sahə bərabərdir. Diagonal da sahəni 2 bərabər yerə böldüyündən bura 2S-dir. Ştrixlənən hissəyə qalır 3S. 3S bərabərdir 12. Buradan S-ə qalır 4. Onda trapesiyanın sahəsi ABCD aydındır ki 4S-dir. 4 dənə 4, 16 oldu B variantı. 5-ci sual.
5-ci sual topluya da əlavə olunub bu sual. Öncə bu kəsirlərin hər birini elə bir ədədə vuraq ki, məxrəclər içsin, işimiz biraz asan da olsun. 7-yə, 3-ə və 21-ə bölünən ən balaca ədəd 21-dir. Buradakı bütün kəsirləri vururuq 21-ə. 7-də biri 21-ə vuranda 3, 3-də biri 21-ə vuranda 7, 21-də biri 21-də vuranda edir 1. O zaman harda x varsa yerinə 3k, y-ların yerinə 7k, z-lərin yerinə k yaza bilərəm. Bu nisbətin xassəsi idi. Məsələn, a bölünsün b bərabərdir 3 bölü 4-dürsə, a-lara 3k, b-lərə 4k deyə bilirdik. Bunları verilən şərtdə yerinə yazaq. 5 dənə x 15k çıx 2 dənə y 14k üstə 1 dənə zk bərabərdir 16. Beləliklə tənlikdən 2k 16k oldu 8. K 8-dir. Bizdən y soruşur. Y 7k'dır. Ona görə sualın cavabı 7 vur 8 56. Anlaşılmayan nəsə varsa buyurun. Şaşdım. 6-cı sual ümumən kursdan çıxarılan sualdır. Yəni məktəb riyaziyyatından 2020-dən sonra ümumiyyətlə çıxardır. Yəni bu suala baxmağımızın da heç bir mənası qalmır artıq imtahana hazırlıq mənasında. Çünki bu nə şansa, nə bloka, nə də buraxılış imtahanına düşə bilməyəcək bir tipdə bir sualdır. Ümumi formada ehtiyacımız deyil. Başınıza ondan qarışdırmaq istəmirəm. Yəni burada 25-i 5-in üstü 5 kimi yazacaq. Yox, 5-in üstü 2 kimi. Bəli, əzizim. Anar bəy, sənsən bu, Anar bəy. Bəli, müəllim. Deməli, bəli yoldaş, 25-i 5-in üstü 2 yazdıq və 5-ləri atırıq gedir. Burada yoldaşlarımızın bəzən çaşdığı bir yeri var. Orada 5 əvəzinə 5-də 1 olsaydı, mən o 5-də 1-ləri atandan sonra işarəni dəyişəcəkdim. Əsas birdən böyük olanda, əsasları atanda işarələr dəyişmir. 2k üstə 1 böyükdür 2-dən, 2k böyükdür 1-dən, k böyükdür 2-də 1-dən. 2-də 1-dən böyük nə demək idi? 2-də 1 müsbət sonsuzluq, yəni E variantı. Deməli, 8-ci sualın eynisi topluda da yerləşdirilib. Deməli, uşaqlar, ortaq məxrəcə yetirmək olar, lakin orada 2 çıx x-in, gəlin 2 çıx 2 edək. Məxrəcimiz qarşıdakı müsbət mənfi olacaq. Bəli, biraz işimiz asanlaşsın. X-dir. Toplamanı çıxma elədik. 2 çıx x, x çıx 2 oldu. X kvadratı çıx 4, x vurulsun 2, x üstə 2 deməkdir. Ona görə ortaq məxrəc onun özünü götürə bilərəm. Ortaq məxrəci buna böləndə 1 qaldı. Vurdum surətə, kəsirlərin toplanma qaydasından istifadə edirəm. Ortaq məxrəci buna böləndə x üstə 2 qalır. X üstə 2-ni də x-a vurmalıyam. O x üstə 2-ni buna vuracam. X kvadrat üstə 2x. Öndəki mənfi onu x kvadrat çıx 2x eləyəcək. Yoldaşlar, kəsir bərabərdir 0 yox. Məsələn, 7-də 3 olsaydı mən çarpaz vurardım. Amma 0-la nə ehtiyac var? Yəni 0 bölü 1 yazıb yenə çarpaz vura bilərsən. Amma ki, əgər kəsirin qiyməti 0-dırsa, demək ki, onun elə surəti 0-dır da. Surət bərabərdir 0. Məxrəcdən azad oluram. 4x kvadratdan x kvadrat çıxanda 3x kvadrat, mənfi 8, mənfi 2, mənfi 10x 0. Burada da incə bir məqam var. Biz məxrəcdən azad olandan sonra birdən bizim cavablarımızın içindən 2 və ya mənfi 2 çıxar. Bunların heç biri kök deyil. Çünki o ədədlər məxrəci sıfıra çevrilirlər. Bu tənliyin adı rasional tənliyidir. Yəni məxrəcində dəyişən olan tənlik rasional tənlikdir. Hər zaman ağlınızda qalsın. Rasional tənliyi həll etdikdən sonra məxrəcin sıfıra çevrilib çevrilmədiyinə diqqət yetirin. Məxrəci sıfıra çevirən ədədlər tənliyin kənar kökləridir. Onu kök olaraq götürməyəcəksiniz. İndi bəli, yoldaşınızın dediyi kimi burada x-i ortaq vuruq çıxardıram. Qalır belə bir ifadə. Bir kök x bərabərdir 0. Bir kökdə bax budur.
Müəllim söz deyirəm, çıxılsın 5, niyə 5 oldu 10 olmalı? 10'dur əzizim, əla. 10'dur, gözəl, diqqətli olaq. 10'dur. İndi oturub bunun köklərini tapmayıb viyyətlə tapa bilərəm. Çünki belə deyək də, köklərinin cəmin -3 5 viyyətdən mənfi 2, bölünür. Mənfi Bəli. 5 2. Ay sağ ol. Amma mən bunun köklərinin cəmin viyyətlə tapsaydım, orada məxrəci sıfıra çevirən bir kökü itirə bilərdim. Ona görə bunun kökünü tapmağa məcburam. Yoldaşımız deyir ki, bir kök -5-dir, bir kök 2-dir. 2 kök deyil, çünki məxrəci sıfıra çevirir. Bir kök 0, bir kök -5. Onların cəmin soruşurlar, sualın cavabı olur D variantı. Bu sualda kimə aydın deyil? 9-cu sualı heç sistemi həll eləməyə ehtiyac yoxdur. Çünki müxtəsər vurma düsturudur. Buna vuranda birincinin kvadratı çıx ikincinin kvadratını verir. Bununla da məsələ bitdi. Deməli, 9-dan sonra keçəcəyik indi 10-cu suala. Bizim yoldaşlarımızın bəziləri fürsətdən istifadə edib dərsi baş olmayıblar. Deməli, 10-cu suala baxaq. Çoxluğuna daxilini neçələmək 8-də qalıqsız bölünür. Təbii ki, bu kifayət qədər rahat sualdır. 8-ə bölünən ədədlər bölünməyənləri atdım getdi. Neçəsi oldu? 3. 11-ci sual. Parabolanın təpə nöqtəsi. Parabolanın təpə nöqtəsinin koordinatları -b bölü 2. B bölü 2, -D bölü 4. Əla. Və gəl tez-tez mənfi təpə nöqtənin x-in, yəni m-in tapaq. -b böl 2a oldu -2. Yəni X-in yerinə -8. İndi mənfi diskriminant böl 4a-nı hesablamaqdansa x-i onsuz da bilirəm də, aparım qoyum yerinə y tapım. -2 vur -2-nin kvadratı, -8 vur -2 üstə 3. 19-dan 8 çıxanda 11. Yəni təpə nöqtənin x-i -2-dir, y-i 11-dir. Bu parabolanın təpə nöqtəsi yerləşir ikinci rübdə. 12-ci sual. Uzunluğu 40 olan düz xətt parçası hansısa düz xəttindən 60 dərəcəyə bucaq edir. Bu, deyək ki, uzunluğu 40 olan parça, bu qalın olan olsun. Bir dənə də parça ilə və ya düz xətlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyası. Baxın, bunun proyeksiyası yox. Bu onsuz da düz xətt sonsuzdur. Bunun proyeksiyası tapanmasın. Bu parçadır. Bunun proyeksiyası deyəndə bunun bir ucundan düz xəttə perpendikulyar endirdin. Və buradakı kölgə proyeksiyadır artıq. Demişdik də, buradan sanki işıq tutmusam, buralar kölgədir. Həmin o kölgə olan hissə proyeksiyadır. Və təbii ki, bu da 30, 60, 90 üçbucağıdır. 90-ın qarşısı 40 olduğuna görə 30-un qarşısı 20 olduğu A variantı. 13-cü sual, trigonometriya işlədiyimiz uşaqlar üçün izah edirik bunu. Bəli, 2-yə vururuq ki, qoy burada sinus 2 alfa düsturu yaransın. 2 sinus 2x kosinus 2x sinus 4x-in açılışıdır. Yadıma salıram sinus x bərabərdir A tənliyinin həlli. O da -1 üstü n arc sinus A üstə pn idi. Düz dedim uşaqlar. Bəli. O zaman sinusun içi bərabərdir -1 üstü n. 2də 1-in arc sinusu. Pi böl 6. Əla. Pi böl 6 üstə pn. Bir də bölürük ki 4-ə qoy x qalsın tək pi böl 24 üstə pn böl 4. -1 üstə pi böl 24 üstə pn böl 4 olur C variantı. Sualda kimə aydın deyil? Aydın. Müəllim, onu sinus 2 alfa, kosinus 2 alfadan yaza bilərik. Bir də qardaş. Sinus 2 alfanı da çaq müəllim, kosinus 2 alfanı da çaq. Niyaməddin bəy deyir ki, sinus 2x açaq, kosinus 2x açaq.
İndi sən burada kosinus 2x-i hansı düsturunu açmağı fikirləşirsən? 3 dənə açılışımız var idi. Hansı ilə açıq deyirsən? Yəni, hansı ilə açıramsa açım, vuranda birinin kubu olacaq. O bizi yormaz ki, o bizi çox yorar. Yəni, ona görə məncə ehtiyac yoxdur. Onsuz da sinus şafi rahatlıqla gəlir də. 14-cü sual. 25-dən 5 çıxdı, 5-in kubu. Üstəgəl 5 vur. 6-nı böldün kökün dərəcəsi 2-yə. Oldu -3-ün kubu. Lakin cüt dərəcədən kök alanda almalısan modulla. 125 üstəgəl 27-ni də 5-ə vuranda 135 oldu 260. 15-ci sual. Modulun kiçikdirinin həlli necə idi uşaqlar? Sıfırdan -3 müsbət 3 arasında. Bəli, kiçikindən böyük, böyüyündən kiçik. Yəni modulun kiçikdirinin kvadrat 2 kökdə kiçikdirin həlli ədədi aralıqdır. Kiçik kökdən böyük, böyük kökdən kiçik. Hər tərəfə 1 əlavə edək. Sonra hər tərəfi 2-yə bölək. Beləliklə bizim bərabərsizliyin həlli -1, 2 parçasıdır. Buradakı tam həllərin cəmini istəyir. -1, 0, 1, 2 sualın cavabı olur. 16-cı sual. Uzunluğu 8 olan AB parçası müstəvini O nöqtəsində kəsir. İndi bir dənə səth lay var, səth var. İndi bunu biz paralelograma bənzər kimi çəkdik, amma bu belə də ola bilərdi. Bir dənə səth var. Uzunluğu 8 olan parça gəldi. Burada müstəvini deşdi, keçdi o biri tərəfə. Parçamızın bütöv uzunluğu deyək ki 8-dir. Və parça müstəvini O nöqtəsində kəsir. B nöqtəsindən müstəviyə qədər məsafə 4-dür. B nöqtəsindən müstəviyə bir dənə perpendikulyar indirdim. Bax, bu 4-dür. O'dan B'yə 5-dir. Avtomatik buranı 3 tapdım. Parçanın uzunluğu 8 olduğundan elə buranın da uzunluğu 3 oldu. A nöqtəsindən müstəviyə qədər məsafə soruşulur. Deməli, bax, soruşulan bunun uzunluğudur. Deməli, uşaqlar, fikir verin. Əslində biz bu şəkli oxşarlıq mövzusunda görmüşük. 90 dərəcə bu bucaqla da bu bucaq qarşılıqlı bucaqlar eyni. Əslində bu üç bucaqla bu üç bucaq necə üç bucaqdır? Oxşar üç bucaq. Biz bunu oxşarlıqla yaza bilərik. Oxşarlıq bir üsul. Digər yandan biz bunu belə də yaza bilərik də. Buranı köçürdüm və buradan aşağıya paralel çəkdim. Köçürdüm bura. Bu formada. Əgər bunu belə yazsam, bir məchul bura, bir məchul bura, onda bucaq tapmaq üçün bu üsul daha əlverişlidir. Amma məsələn, bura y desəm, bura olacaq y üstə 3, burada 4, yenə bu bəs eləməyəcək. Amma bucaq üçün indi bu dediyim paralel köçürmə daha sərfəlidir. Amma sırf o uzunluğu tapmaq üçün oxşarlıq daha yaxşıdır. Çünki fikir ver, 90 dərəcə alfa, bu bucağın adı olsun beta, yenə alfa, yenə 90, bu bucağın adı olur beta. Bucaq-bucaq münasibətinə görə bu üç bucaqlar oxşardır. Çünki bizim qaydamız necə idi? Bir üç bucağın iki bucağı uyğun olaraq o biri üç bucağın iki bucağına bərabərdirsə, onda o üç bucaqlar nədirlər? Oxşar üç bucaqlardır. Oxşar üç bucaqlar olduqlarına görə götürürəm onların uyğun ölçülərini bölüb bərabərləşdirirəm. Başlayaq. Burada alfanın qarşısı x, burada alfanın qarşısı 4, burada 90'ın qarşısı 3, burada 90'ın qarşısı 5. Tənasübdən 5x bərabərdir 12, x olur 2 onda 4. Kimə aydın deyil? Aydındır. Aydındır benim. 17-ci sual. 17-ci sual yenə də deməli 17-ci sualı yoldaşlardan biri mənə atmışdı. Amma mən tez-tez baxmışam suala. Ona dedim ki, mənfi diskriminant bölü 4-də siz bu xətanı eləməyin. Nə yazıb burada? Demir ifadənin ən böyük qiyməti nədir? Deyir, A-nın hansı qiymətində ən böyüyü alır? Yəni, aydın məsələdir. Bu parabolanın qolları üzü aşağıdır.
Onun ən böyük qiyməti bax buradır. Ən böyük qiymət, ən kiçiyi yoxdur. Düsturu belə idi. Mənfi diskriminant böl 4A. Və bizdən bunu soruşmurlar. Demir ən böyük. Deyir A neçə olanda o ən böyük qiymətin olacaq. Bax bizdən bunu soruşurlar. Bunun da düsturu mənfi B böl 2A idi. Mənfi B böl 2A. Ona görə bizim sualın cavabı 3-dür. Yəni bu funksiya ən böyük qiymətin alır 3-də. Amma ən böyük qiymətin özü nədir? Ya otur mənfi diskriminant böl 4A ilə hesabla, ya da apar 3-ü yaz. Bəli. 18-ci sualı törəmə keçdiyimiz uşaqlar üçün izah eləyirəm. Son 2-3 ildə artıq buraxılışa törəmə mövzusu düşmür. Deməli, amma ümumi formada bloka düşür də. Deməli, bu sırf düsturla bağlı sualdır da, belə deyək. Bu funksiyanın törəməsini tapaq. Ln x-in törəməsi 1 böl x idi. Mənfi 6-da bir sabit qaldı kənarda. Ln mənfi 3x-in törəməsi 1 böl mənfi 3x-dir. Lakin bu ln x yox, ln mənfi 3x-dir. Yəni mürəkkəb funksiyadır. Bir də vurursan mənfi 3x-in öz törəməsinə, yəni mənfi 3-ə. Mənfi 3-lər gedir ixtisar, mənfi 6-da 1 vur, 1 böl x. X-i da bizə veriblər mənfi 24-də 1. O zaman x-in yerinə mənfi 24-də 1 yazanda bu mənfilər getdi. 24-də 1 də fırlandı, 1-də 24 oldu. Ona görə sualın cavabı oldu 4. On 9-cu sual. Belə əzbərçilik kimi çıxır, amma ümumi formada sırf bu şəkildən danışıram. Yəni belə bu formalı şəkillərdən danışıram. Bunların hər zaman perimetrləri nədir? 17 üstə 15-in 2 misli. Səsim gəlir mənim? Amma belə anlamaq üçün belə başa düşə bilərik. Gəlin bunu hissələrə bölək, fikir verin. Deməli, buranın uzunluğuna A deyək, buranın uzunluğuna B deyək, buranın da uzunluğuna C deyək. Elə bura A olduğuna görə uşaqlar, bax burada A-dır, düzbucaqlıdır da. Burada nə olacaq? B-dir, burada C-dir. Yəni A üstəgəl B, üstəgəl C elə BC-yə bərabərdir, o da bərabərdir 15-ə. Digər yandan belə böldük. Bura x, bura y, burada z. Bura x olduğundan burada x-dir. Bura y olduğundan burada y-dir. Bura z olduğundan buranın da uzunluğu z-dir. Ona görə bu hissə, yəni x üstə y üstə z elə AB-yə bərabərdir. AB-ni də veriblər 17. Onda bu fiqurun perimetrini tapanda bir dənə 17 bura, bir dənə də 15 bura. 17, 15. Sonra ABC, x, ABC artıq gedib də, x, c, y, b, z, a. x, c, y, b, z, a. Elə x, y, z, bayaq dedik 17-dir. 17, 17, 34. C, b, a, bayaq dedik 15-dir. 15, 15, 30. Sualın cavabı 64. Yəni qısası belədir də. Bunu və bunu. Bu 3 dənə qırmızını toplayanda buranı verir. Bunu və bunu toplayanda isə buranı verir. O zaman 2 dənə 17 və 2 dənə 15 olur. Kimə aydın deyil? Aydındır. 20-ci sual. 20-ci sual tipindən çobud bir şeyə oxşasa da kifayət qədər rahat bir sualdır. Sinus pi bölü 6, kosinus pi bölü 3 şeydə bərabərdir. Bəli, bu da 2-də 1-dir, bu da 2-də 1-dir. Gəl o 2-də 1-ləri çıxardaq, ortaq vuruq. Sin 4 pi bölü 7, sin 3 pi bölü 7, cos 4 pi bölü 7, cos 3 pi bölü 7. Müəllim, bu da kosinus alfa Alfa betadır. beta. Əla deyirsiniz. Kosinus alfa üstəyəl betanın açılışıdır. Amma Başlamaq. Bəli, bax orada itirmək lazım deyil. Çünki sən bunu açanda cos alfa, cos beta çıx, sin alfa, sin beta idi. Amma bu sin alfa, sin beta çıx, cos alfa, cos. Yəni eyni şeyin mənfisidir. O zaman 2-də 1 vurulsun kosinus pi.
Kosinus 180 dərəcə nəyə bərabərdir uşaqlar? -1. Bir. Kosinus x ox idi, -1. Və 180 dərəcədə gəldim bura, -1-ə çıxdım. Bu öndəki -2-də 1 vur, -1, sualın cavabı müsbət 2-də 1. Kimə aydın deyil? Aydındır. Aydın. 21-ci misal biraz diqqət tələb edən sualdır. Məsələ orasındadır ki, 1 üstü A ilə digər üstü B-ni asılı hala gətirmək lazımdır. Məsələn, orada görürsən 49-un üstü sorulur. Yəni 49-un üstü soruşursa, məntiq sənə nə deyir? Məntiq sənə deyir ki, sən gərək 7 üstü nəyisə tapmış olasan. 35 üstü A-nı mən 5 üstü A vurulsun 7 üstü A kimi parçaladım. 7 üstü A çıx B-ni 7 üstü A böl 7 üstü B kimi. Bərabərliyin sol tərəfində də, sağ tərəfində də 7 üstü A-lar var. Nəticədə alıram ki, 5-in üstü A 1 bölünsün 7-nin üstü B-dir. İndi mən ora 7 üstü B qoyacağım. Gəl bunu da fırlayaq tərsinə, bunu da fırlayaq tərsinə. 1 bölü 7 üstü B fırlandı oldu 7 üstü B. 5 üstü A da fırlandı oldu 1 bölünsün 5-in üstü A. Yəni, keçək indi biz buradan bu nəticələri aldıq. Bu iki dənəni aldıq. Mənə 49 veriblər. 49-un əvəzinə yazıram 7-nin kvadratı. Üstündə B bölünsün 2A var. Uşaqlar, qüvvət qüvvətə vuruldu və bu ikilər getdi. Qaldı 7 üstü B böl A. İndi belə bir şey eləyirəm. Axı, mənim əlimdə 7 üstü B var. Deməli, mən 7 üstü B-yə gəlməliyəm. Onda belə eləyək. 7 üstü B böl A-nın əvəzinə 7-nin üstü B, onun da üstü 1 böl A yazaq. Çünki B-ni 1 böl A-ya vuranda elə B böl A eləyir. Tapmışdım ki, 7 üstü B 1 bölünsün 5-in üstü A-dır. Onun da üstü 1 böl A. Yenə qüvvətin qüvvətə vurulmasından istifadə edirəm. 1-in üstü 1 böl A elə 1 deməkdir. 5-in üstü A-nın üstü 1 böl A. Qüvvət qüvvətə vuruldu. 5-in üstü 1 deməkdir. Bu da 5-də 1, yəni 0,2. Kimə aydın deyil bu? Aydındır müəllim. 22-ci suala baxırıq. 22-ci sualda bizə deyirlər ki, deməli, diaqramda Vaqifin bir həftədə 6 gün ərzində oxuduğu dərs saatları miqdarı verilir. Deməli, birinci gün oxuyub 3 saat, sonra ikinci gün 4 saat, sonra 5 saat, sonra yenə 5 saat, sonra yenə 4 saat, sonra yenə 4 saat. Ədədi ortanı tap deyir. Bu məncə aydındır. Nə qədərdir bunların cəmi uşaqlar? Deməli, toplayın tez-tez. Bu 5-dir. Nə qədər eləyir olan cəmi? 30. Neçə? 25. 25. Ədədi ortanı tapanda cəmi böldün sayın. Ədədi ortanı tapdıq. Sonra deyir moda. Moda nədir? Moda şifahi görsənər də uşaqlar. Moda ən çox təkrarlanan idi. Moda nə oldu onda? 4. Ən çox 4-dən var. Moda 4-dür. Ən böyük fərq də adından da məlum olduğu kimi oradakı ən böyük ədədlə ən kiçik ədədin fərqidir. Bizdə də medianı tapanda ədədləri ya artan, ya da azalan sırada düzmək lazım idi. Bu zaman ortada duran. Lakin burada ortada ikisi durduğuna görə onları toplayıb 2-yə bölürdük. 8-in yarısı 4. Bu kimə aydın deyil? Aydın. 23-cü sual. 23-cü sualdan öncə xırda bir qaydanı yadımıza salmaq lazımdır ki, sual yazıq həm funksiya ilə, deməli, həm də ehtimalla bağlı bir sual. Deməli, bu da funksiyalarla daha çox işləyən uşaqların anlaya biləcəyi bir məsələ idi, funksiya mövzu. Bu, tutaq ki, yox, elə x kvadratı funksiyasının qrafikidir. Sən funksiyanı, düsturunu birdən böyük ədədə vurduqca nə edirsən? O daha da sürətli. Məsələn, bu 1x kvadratıdır. İndi 5x kvadratı belə olacaq. Əslində tam dəqiq çəksən belə olur. İndi amma o hissəsi elə bizə maraqlı deyil. Mən bunu sürətlənməyi bəs edir. 1x kvadratı belə deyək 5x kvadratı olur belə. Yəni birdən böyük ədədə vur 6x kvadratı olur belə. 7x kvadratı olur belə. Yəni aşağıdan keçir də.
Deməli 7x kvadratı olur belə. Məsələn 100x kvadratı olur belə. Yəni sən onu nə qədər birdən böyük ədədə vurursansa, funksiya başlayır biraz daha da nə etməyə, sürətlənməyə, daha da sürətlə gedir. Amma sən düsturu 0 ilə 1 arasındakı ədədə vuranda funksiyanın qrafiki başlayır ləngiməyə. Məsələn 2-də 1x kvadratı görsən daha ləngidir. 4-də 1x kvadratı daha ləngidir. 1000-də 1x kvadratı daha yavaş-yavaş həddinə diqqətlə, amma düz xəttə oxşar kimi. İndi bu anlayışlardan istifadə edib biz bu sualı həll etməliyik. A parametrinin müxtəlif qiymətindən asılı olaraq ax kvadratı funksiyaları deməli verilib. Təsadüfən seçilən iki qrafikdə 0. Əslində bu cümlədə də məncə biraz kobudluq var. İki qrafikdə 0-1 olması, deməli iki qrafikdə 0-1 olma hadisəsinin ehtimalı deyil. Bu cümlənin biraz deməli belə anlamaq olar ki, biri 0 ilə 1 arasında olsun, biri. Əslində mən bunu özüm belə qəbul edirəm ki, iki qrafikdə 0 ilə 1 arasında olması, yəni o da 0 ilə 1 arasında olsun, bu da 0 ilə 1 arasında. Amma burada söhbət gedir ki, heç biri 0 ilə 1 arasında, biri də 1-dən böyük. Yəni bundan söhbət gedir. Yəni cümlə belə qurulmalıdır. Yəni birinin 0 ilə 1 arasında olması, birinin isə deməli olmaması da, yəni 1-dən böyük olması. Deməli, burada 8 dənə qrafikimiz var. Onun 4-ü daha görsüz sürətlidir, 4 dənəsi. Yəni o 4 dənəsinin A-sı 1-dən böyükdür. 2x kvadrat, 5x kvadrat, 10x kvadrat, 100x kvadrat. Lakin bu 3 dənəsi ləngiyib. Yəni 3 dənəsinin deməli düsturu belə deyək 0 ilə 1-in arasında. Bu də burada birləşmiş düşməməli idi. Bu də burada ayrı olmalı idi. Çap xətası gedib. Ona görə deyirəm ki, cümlə belə kobud olmaz. İki qrafikində ikisi də 0 ilə 1 arasında olsun. İkisi də 0 ilə 1 arasında olan bu 3 dənədir. O zaman kombinezon 8 dənədən ikisini seçirəm. İkisi də 0 ilə 1 arasında olsun. Yəni 3-dən 2. 8 vur 7 bölü 2, 4 vur 7. O birisi də 3-dən geri 2 ədəd. 3 vur 2 bölü 2 oldu 28-də 100. Bəli, bu də orada ayrı olmalıydı. Yazanda problem olub. Razılaşmadığınız nəsə var burada uşaqlar? 28-də 100. Yəni, iki qrafikin ikisinin də A-sı 0 ilə 1 arasında. Ehtimalla necə hesablanırdı? Ümumi baş verə biləcək bütün halların sayı. Təbii ki, 8 dənədən ikisini seçirəm, 8-dən 2. Onun ikisinin də 0 ilə 1 arasında olsun A-ları. Burada da 3 dənəsi 0 ilə 1 arasındadır. Gələk mən o 3 dənədən nə edeyim? İkisini seçim. Yaxşı. 24-cü suala baxaq. Müstəvidən 16 sm məsafədə yerləşən nöqtədən. Yəni bir dənə səth var. Bu deməli alfa müstəvisi, bu da A nöqtəsi. A nöqtəsi alfa müstəvisinə aid deyil. Həmin nöqtədən müstəviyə qədər məsafə 16-dır. Bu müstəviyə uzunluğu 20 olan bütün mümkün maillər. İndi məsələ nədir? Deməli, bütün mümkün maillərdən danışır. Deməli, nöqtədən müstəviyə 16 olan bir dənə perpendikulyar çəkib. Sonra bir dənə götürüb bu maili çəkib. Sonra bu maili çəkib. Sonra bu maili çəkib. Bu maili çəkib. Bu maili çəkib. Bəli, bütün bu maillərin hamısını çəkəndə yoldaşlar təbii ki, nə yaranacaq? Orada bir dənə konus yaranacaq. Konusun deməli doğranı 20, hündürlüyü 16, əlüstü Pifaqordan radiusu nə tapdıq? Nə qədər olur radius? 12. Radiusu olur 12, deməli 400 çıx 256. Bəli, deyir maillərin əmələ gətirdiyi səthin. Bu səndən oturacağı filan istəmir. Maillərin əmələ gətirdiyi səthdə bu təbii ki, yan səthdə. Yan səthin düsturu nə idi? Pi R P vur, radius vur,
Deməli, Doğru. bir də doğuran. Doğuran da 20-dir. Sualın cavabı 240. Kimə aydın deyil uşaqlar? Aydındır. 25-ci suala baxırıq. Deməli, tez-tez o nöqtələrin koordinatlarını qeyd edirik. A nöqtəsinin x-i 2-dir, y-i 4-dür. B nöqtəsinin x-i 4-dür, y-i 7-dir. C nöqtəsinin x-i 8-dir, y-i 7. İndi nə olub? D nöqtəsində də bilinmir. Deyir ki, ABCD paralleloqramının təpə nöqtələrindən verilib paralleloqram CD tərəfinin orta nöqtəsinin koordinatları. CD-nin ortasını tapmalıyım. İndi mən bunu o vaxt izah eləyəndə, hansı yoldaşlara izah eləmişəmsə, elə hamısını da 2 üsulla göstərmişəm. Ədədlər asan olduğuna görə burada 2 üsul var. Çünki şəkli çəkəndə rahat görsənir. Məsələn, A nöqtəsinin x-i 2, y-i 4, B nöqtəsinin x-i 4, y-i 7. C nöqtəsinin x-i 8, y-i 7. X-i 8, y-i 7. Uşaqlar, indi A bura, B bura, C bura. D-nin buralarda olduğu paralleloqramdır da. Rahat görsənir artıq. Düzdürmü? Paralleloqram başqa necə yarana bilər? Bəs görürsən ki, B-dən C-yə x nə qədər gedib? 4 gedib. Onda A-dan D-yə də 4 getməlidir də. A-dan D-yə də 4 getməlidir. A-nın x-i 2 olduğuna görə bunun da x-i 6-dır. Yəni D-nin y-i 4-dür, y-i 4-dür, x-i 6-dır. D-nin koordinatları bilindir. Məndən də CD-nin ortasını soruşur. Orta necə tapılırdı? Uclar toplanılırdı, bölünürdü 2. C 8 7-dir. 14-ün yarısı 7, 11-in yarısı 5/5. Yəni bu bir yanaşma. İndi deyəcəksən ki, müəllim, bəs bu ədədlər asan ədədlər idi, rahat ədədlər idi və ya şəkil rahat şəkli idi. Sən paralleloqramı çəkdin, sadə bir forma yarandı. Amma sən paralleloqramın şəkli belə də ola bilərdi. Belə ola bilsə, o üsulla yazmaq olarmı? Deməli, oturub dirəşib yazmaq olar. Yazmaq olar. A-dan B-yə bu qədər gedibsə, C-dən də D-yə o qədər getməlidir. Amma bəlkə də o bizi hardasa ilişdirir. Ona görə gəlin bunu daha dəqiq bir, yəni belə bir yanaşma ilə yazaq. A nöqtəsinin koordinatları 2, 4-dür. Sonra B nöqtəsinin koordinatları 4, 7-dir. C nöqtəsinin koordinatları 8, 7-dir. Daha sonra D nöqtəsinin koordinatları x, y-dir. Mən də CD-nin ortasını axtardığıma görə C-ni tapıb D ilə toplamalıyım. Uşaqlar, biz bildik ki, paralleloqramın diaqonalları kəsişir, kəsişmə nöqtəsində yarı bölünür. Yəni bu həm də paralleloqramın əlaməti idi də. Hansısa dördbucağının diaqonalları kəsişəndən sonra kəsişmə nöqtəsində yarı bölünsə bu paralleloqram. O zaman gəlin tez-tez O nöqtəsinin koordinatlarını tapaq. Çünki O nöqtəsi AC-nin ortasıdır. A ilə C-ni toplayaq, bölək 2-yə. 8 üstə 2, 10, yarısı 5, 4 üstə 7, 11, yarısı elə qoy 11/2 olsun. Axı mən bilirəm ki, O nöqtəsi həm də BD-nin ortasıdır, həm də B ilə D-ni toplayıb 2-yə böləndə bu O-nun koordinatlarını verəcək. O zaman 4 üstə x bölünsün 2, 5-dir, bəli. 7 üstə y bölünsün 2 də 11/2-dir. Beləliklə x olur 6, 2-lər getdi, y olur nə? 14. Deməli, 7 üstə 4 bölünsün 2, 7 üstə y. Bayaq elə cavab almadıq axı. Deməli, niyə müxtəlif cavab aldıq? Harada xəta elədik? Deməli, 10/2, 5, 7/4, 11/2, 4 üstə x bölü 2. Hə, biz y tapırıq, hələ, tamam. 2-lər getdi, y oldu 4, doğrudur. D nöqtəsinin koordinatı doğrudur, 6, 4-dür. İndi biz D-ni tapdıq axı. Bizdən CD-nin ortasını istəyirlər. M olsun bu da. İndi bizə M-in koordinatları lazımdır. 6, 4 ilə 8, 7-ni toplayıb 2-yə böl. 14-ün yarısı 7. Fikrim o 5, 10-da 5-də qaldı. Çünki bayaq dedim axı kəsir olacaq. 11-in yarısı 5, 10-da 5. Bu kimə aydın deyil? Aydın. Aydın.